bir dəfə çıxmır. Bu hər dəfə mən gündə 100 dəfə saçımı darasam və ya əlimi vursam, bax belə bu qədər tük çıxır. Sizin üçün faydalı video çəkmək üçün buraları bütün su eləmişəm. Hamamın içində və çölündə, hamamın... Saçım həm yağlıdır, həm çirklidir, həm baxımsızdır, həm qurudur. Məndən qorxmayın, amma bu videoda saçımı necə yuyuram, onu göstərmək istəyirəm. Saçımı keçən sulayandan sonra Elidor'un möhtəşəm qoxulu və saçlarımı parıldadan şampunu ilə yuyuram. Saçınızı yuyanda çalışın yalnız diplərini yuyun. Yəni uclarına şampun dəyməsin. Saçın nəmini alırıq. Mənim saç tellərim çox nazik olduğuna görə mən balzam istifadə edirəm. Balzam əvəzi saç maskalarına daha çox üstünlük verirəm. Elidor'un bu saç maskası biraz götürürəm. Mənə bu qədər bəs edir. 2-3 dəqiqə belə saçımla oynayıram, maskamı yedizdirirəm, sonra yenə də yuyuram. Olmaqdan mənə depressiya salan mənim saçlarım çox pis tökülür. Əvvəllər də tökülürdü, amma uşaqdan sonra ümumiyyətlə saçım məni tərk eləmək istəyir. Bildiyiniz saçım bu qalıb. Ona görə vaxtda həqiqətən də yəni heç bir sarkazm olmadan saçımı qırpmaq istəyəcəm, çünki artıq saçlarımı sevməməyə başlamışam. Maskanı da yuyandan sonra saçımızın nəmini götürüb suyu çəkilsin, sonra açıram. Saçım cansız olduğu üçün mütləq qurtarıcı spreyini istifadə edirəm. Onu da boş hissələrə daha çox vururam. Yəni saçın dibinə şampundan başqa heç nə vurmaq olmaz. Nəm saçlara daraq vurmaq məsləhət deyil. Arada olur ki, özüm də edirəm təbii ki. Mən ukatkaya keçməmişdən əvvəl ışıltı serumunu istifadə edirəm. Serum da saçlarımın ucuna vurandan sonra keçirəm ukatkaya. Bu qədər.